Dünən Sabunçu rayonunda yanğın olub. Hadisə rayonun Kürdaxanı qəsəbəsi ilə Həşbağları Ağamalı Əfəndiyev küçəsində qeydə alınıb. Hadisənin təfərrüatlarını bərabər izləyək. Partlayış səsi eşitdik. Durdu, qaçdıq oraya getdik. Getdik, elə çatdıq, bizim namımızı fövqəladə gəldi. Biz oraya çatanda öncə gördük, yanır. Hadisə məhz bu ünvanda baş verib. Yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfərin meyti aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Qonşular deyir ki, bu evdə ümumilikdə 5 nəfər yaşayıb. Lakin yanğın baş verən zaman evdə 4 nəfər olub. Hadisə baş verən an uşaqların anasının evdə olmadığı bildirilir. Körpə uşaq olub, o uşaq xəstə uşaq idi. Bir də ki, bir dənə də xalası olub uşağın, o da xəstədir, arabada gezən, yaşlı nənələri olub. Bu yanğın olandan sonra çıxıblar bayrağa, yəni nənəsi çıxıb bayrağa. Bir də böyük nəvəsi olub, o da çıxıb bayrağa. Sonra nənə hücum edib içəri ki, yolları xilas eləsin, orada asması tutub nənənin, o da qalıb orada. Ümumi sahəsi 80 kvadrat metr olan bir mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları tamamilə yanıb. Yaxınlıqdakı tikillər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bəyim Mahir qızı Rəşad Əkbəroğlu, Fidan Səfər, Space xəbər.